sizlərə Azərbaycanın ən gözəl bağ evini təqdim edirəm. Bağ evi 26 sotun içərisində, bu bağ evində olmayan bir şey yoxdur. Torpağın da kupçası var, gördüğünüz bakın gözəl villanın da kupçası var. Villa 2025 model, yeni model. Gördüğünüz bu hovuz qışda da burada çimə bilərsiniz. Həm isti su, həm soyuq su. Hovuz, bir də deyirəm, isti soyuq sudur. İşıqların rəngləri dəyişir. İstəyirsən qırmızı, istəyirsən yaşıl. Yay besetkası var. Burada da oturub dostlarınızla istirahət edə bilərsiniz. Bir sözlə villa bütün əşyasıyla birlikdə satılır. 26 sotun içərisində Mərdəkanda Qoşa Qala restoranına yaxın. Çox gözəl bir yerdə yerləşir. Villa bütün kamera sisteminlə tərsis olunub. Mən sizə burada meyvə ağaçlarını göstərim. Gül, çiçək. Demək bu bağ evində gözəl meyvə ağaçları var. Gilasından tutmuş ərik, armud. Bütün ağaçlardan bu bağ evində var. Kim alacaqsa Allah xeyrin versin. Villanın gözəlliyi can alır da. Bir sözlə İnşallah gələrsiniz, yerində də baxarsınız. Villanın girişində 2 dənə maşınlıq garajı var. Geniş bir ağacı. Bu palm ağaçların bir yaxından göstər. Çox gözəl palm ağaçları var. 4-5 dənə böyük palm ağaçları var. Gülün gözəlliyi həqiqətən gözəldir. Təbii, gözəl. 2 dənə maşın qarajı var. Axıran otağı var. Mən də oranı çəkmirəm. Sulama sistemidir. Keçək mən sizə villanı göstərim. Gözəlliyi görürsünüz də, həqiqətən çox gözəl. İşıqlandırma sistemi əla. Böyük bir besetkası var. Yay mətbəxi, qış mətbəxi, manqalxanası. Hovuzun gözəlliyi həqiqətən çox gözəldir. Burada təndirxanası var, manqalxanası var. Yəni burada villada olmayan bir şey yoxdur. Manqalxanası, burada təndiri. Bura istifoldur. Qonaqlar üçün geniş, belə bir böyük bir ərazidir. Burada hər bir şey burada nəzərdə tutulub. Sanuzeli çox geniş. Burada parnoyu. Ev 2025 sıfır bir evdir. Sıfır. Ev siqnalizasiyası var. Hovuzun gözəlliyi, villanın gözəlliyi həqiqətən əla bir villadır. Mənim də villanın arxa hissəsində gözəl bir burada futbol oyunun, çünki üstü də hamısı düzəlib. Çox gözəl, həqiqətən çox maraqlı. Gecə saat 10'dur. Biz hələ çəkilişdəyik. Volleybol oynaya bilərsiniz, istəsəniz futbol oynaya bilərsiniz, istəsəniz tenis oynaya bilərsiniz. Bu ağ ayaqqabı ilə Sərxat bir dənə sənə. Bir sözlə, görün indi bu villanın içərisi nə gözəldir. Kim alacaqsa Allah xeyrin versin. Vallahi həqiqətən dəyər bunu almağa. Əsas villanı alarkən onun yeridir. Yeri çox gözəl bir yerdədir. Yeni Qoşa Qalanın yanındadır. Qiymətini indi deyirəm. Bu villanın qiyməti 26 sotun içərisində. 8 otaq. Gördüyünüz bax bu villa. Qiymət 2.700.000
manata. Danışıq yeri var real alıcılara, həqiqətən çox pul qoyulub. Onu gələndə yerində görərsiniz. Generatoru çəkdin, işıq sönəndə avtomatik generator işə düşür. Burada gördüyünüz bütün materiallar hamısı çox bahalı və keyfiyyətlidir. Hovuzu nəyə desən dəyər. Gəldik əsas məsələyə. Hamısından maraqlıdır ki, görək bu villanın içərisi necədir. Getdik, indi sizə təqdim edim, baxın. Gedik. Girən kimi burada gözəl bir şkafı var. Yeni bir mənzil, yeni bir villa. Şkafını göstərirsən. Demək, birinci mərtəbədə gözəl bir zalı və gözəl bir mətbəxi var. Mətbəxin kvadratı 80 kvadrat. Hündürlük gözəl. Villada gördüyünüz bütün əşyalar qiymətə daxildir. Qiymət 2 milyon 700 min manatdır. Danışıq yeri də var. Burada sanuzellər var birinci mərtəbənin. Burada mətbəx, yataq otağı, sanuzel, zal. Xatırladım ki, ev öz üçün təmir olunub. Gördüyünüz bütün materiallar hamısı keyfiyyətlidir, bahalıdır. Gələndə görəsiniz. Bütün pəncərələr hamısı vitrindir. Bura zalıdır. Villa 26 sotun içərisində gördüyünüz gözəlliyi görürsünüz. Bütün yataq otaqları, mən bunu buradan göstərirəm ki, ikinci mərtəbənin terasından göstərirəm ki, bütün otaqlar bu terasa çıxışı var. Yataq otaqlarının hamısının çıxışı var. Kim alacaqsa Allah xeyrin versin. Bir də onu xatırladım ki, villa ağıllı sistemdir. Telefonla idarə olunur. Yəni işıqları, suları, hamısını telefonla idarə edə bilirsiniz. İkinci otaq. İkinci mərtəbədəyik. İkinci mərtəbədə gözəldir. Yataq otaqları var. Yataq otaqlarının içərisində evdə bir gündə olsun yaşayış olunmayıb. Və otaqların hamısının balkonları var. Axşam olduğuna görə açmıram. Gələndə yerində görəsiniz. Otaqların hamısının sanuzeli var. O birisi otağı da göstər. Bu uşaq otağıdır. Yəqin ki, burası da qardırob olar da. Bu uşaq otağının qardırobudur. Şkaflar. Hamısı sürmət çox yaxşı. Общий sanuzel.
Hər bir otağında televizoru var. Bu otaqda göstər. Yataq otağında göstərək. Sonra qalxaq 3-cü yataq otağına. Burada da terasa çıxışı var, böyük bir terasa. Bunun da sanuzeli var. Video çox olsa da baxın. Kısa bir filmdir də bu da. Keçəyən 3-cü mərtəbəyə. Bunun holu nə deyirsən də, həqiqətən çox gözəl. Üçüncü mərtəbədir. Hamısı vitrin, pəncərə. Bura əslində idman zalıdır burada. O nəzərdə tutulub, istifol, gözəl və gözəllik. Gözəlliyi də görürsünüz. 4 künc, səlqəli, gözəl. Ətrafı hamısı gözəl evlərdir. Gündüz bir gözəllik, axşam bir gözəllik. Həqiqətən. Hər tərəfində çıxışı var. Panorama göstərəcəm. Bunu gecə görmək lazımdır. Biz qalxırıq 4-cü mərtəbənin terasına. Bu villanın üstüdür. Yəni böyük bir teras. Ətrafı hamısı villalar. Qoşaqala restoranı. Onu yaxınlaşdır göstər. Yəqin ki tanıyan hamı tanıyır buraları, bu ərazini. Yola yaxın. Gəldik villanın sonluğuna. Yenə deyirəm, villa Mərdəkanda Qoşaqala restoranına yaxındır. 26 sotun içərisindədir, Kupçalıdır. Qiymət də 2.700.000 manata. Sağ olun, səhifəmizdə bəyənməyi unutmayın. Gözəllik.